Hədisi sona qədər dinləyin. Biləcəksiniz ki, bu dövrdə yəhudilərin apardıqları müharibələr nələrin qısasıdır. 7-ci fəsil. Bəni Nadir qəbiləsinin əhvalatı və onların Peyğəmbərə xəyanət etməsi. Rəvayət edilir ki, İbn Ömər demişdir. Bəni Nadir və Bəni Qureyzə qəbilələri Peyğəmbərə qarşı vuruşurdular. Odur ki, Peyğəmbər Bəni Nadir qəbiləsini qovub diyarından çıxartmış, Bəni Qureyzə qəbiləsinə isə müəyyən şərtlər əsasında Mədinədə qalmağa izin vermişdi. Bəni Qureyzə ikinci kərə müsəlmanlara qarşı silah qaldırdıqda, Peyğəmbər onların kişilərini qırıb çatdı, qadınlarını, uşaqlarını və sərvətlərini müsəlmanlar arasında paylaşdırdı. Yalnız o kəslər istisna idi ki, Peyğəmbər onlara zəmanət vermiş, onlar da İslam dinini qəbul etmişdilər. Peyğəmbər Yahudilərin hamısını, Abdullah ibn Səlamın qəbiləsi Bən Qaynuqanı, Bən Haris qəbiləsinin Yahudilərini və ümumiyyətlə Mədinədə olan bütün Yahudiləri Mədinədən qovub çıxartdı. Əl-Buxari 4028-ci hədis. Bəni Nadir, Bəni Qureyzə və Bəni Qaynuqa Mədinədə yaşayan Yahudi qəbilələridir. İndi bildinizmi Yahudilər nəyin qisasını alır? Bəzi türklər tarixdə ərəblərin etdiyini, hansı zorakılıqlarla İslamı qəbul etdiklərini unudub ərəbə kölə olsalar da, Yahudilər bunu unutmadılar. Bu qətliamların qisasını alırlar. Mədinə Yahudilərin tarixən yaşadıkları şəhər olub. Adamları qırıb, qız gəlinlərini öz aralarında bölüşdürməkləri azmış kimi, özlərini də doğma el obalarından qovublar. Bu kimi hədisləri bilmək istəyirsənsə, kanala abunə olub, bəyənib paylaşmağı unutma.